Bana sifariş yapmışam. Yəni çox münasib yerdir. Yəni görünür ki, o ən axırıncı yerlərdən biridir də. Yəni Bakının ən bahalı yerlərindən biridir. Rezidens deyil. Məşhur rezidensdir. Adını demək istəmirəm. Sifariş yapmışam olar. Əslində müştəri çıxıbdı. Deyir, nə qədər verir? Nağd sifariş. Deyirəm 19 manat 83 qəpik. Deyir, yaxşı. Getdi. Yəni sifarişi verdim, getdi. Mən dedim, ən azı, yəni 21 manat falan verəcəkdir. Yəni yaşadığı yeri nəzərə alsaq. Mesela 1 manat sahibi verəcək. Gəldi 19 manat 85 qəpik mənə pul verdi. 5 qəpik də verdi. Mən şokdayım da, yəni götürdüm, yəni heç nə demədim də. Sonra özümə əsəbləşirəm ki, mən niyə yəni bunu cavabsız qoydum da, 5 qəpik, 83 qəpik, yəni 2 qəpik mənə çayva veribdir. Yəni kimsə görmürsünüz ki, dilənçiyə 5 qəpik versin. Heç kəs vermir də dilənçiyə. Yəni sən mənə niyə 5 qəpik verirsən? Başa düşürəm də, yəni sən pulun yoxdur, kasıbsan, onda kartla vur, heç olmasa. Kartla vur, mən də əsəbləşməyim də. Ən azından bilim ki, bir çayva vermir də. Deyirəm ki, kart olacaq. Yəni nağd olub, sonra gətirib 85 qəpik vermək, o elə bir şeydir ki, yəni söyüşdür də o, söyüş. Nə bilim, deyəcək sözüm yoxdur.